Şabran şəhərini iki hissəyə ayıran Şabrançay artıq uzun illərdir ki, bölgədə yaşayan əhali üçün ciddi təhlükə mənbəyinə çevrilib. Xüsusilə də bu ilin aprel ayında çaya gələn güclü sel suları vəziyyəti daha da ağırlaşdırıb. Sakinlərin bəziləri evsiz qalıb. Əməkdaşımız Emin Kərimov həmin ərazidən reportaj hazırlayıb. Sel nəticəsində çaykənarı məhəllələrdə yaşayan sakinlər ciddi ziyanla üzləşiblər. Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Sakinlərin zirzəmiləri, həyətləri və tövlələri tamamilə su altında qalıb. Şikayətimiz baxımda özünüz görürsünüz burada. Bu çay əvvəl belə vəziyyətdə deyildi. Bunun içərisi böyük ağaclıq idi, meşə kimi. Sel gəldi, hamısını yudu, götürdü, getdi, baş aşağı. Rayon rəhbərliyi də heç bir tədbir görmür. Heç bir köməklik eləmirlər. Cəmaət qalıb çətin vəziyyətdə. Görürsünüz də, özünüz göz qabağındadır. Görürsünüz, o tayda yuvub, bu tayda yuvub. Belə bir sel elə heç tarixində görülməmişdi. Belə bir vəziyyət əmələ gəlib. Çox yuyub aparıb da bu əraziləri. Çox yuyub aparıb. Baxın, fikir verin. Bax, o taydan da, bu taydan da. Artıq evlər təhlükə qarşısındadır. Çox ev təhlükə qarşısında. Qabaqlayıcı tədbirlər görülməlidir. Bəli, qabaqlayıcı tədbirlər görülməlidir. Bu cəmaət gözləyir, hamısı gözləyirlər ki, axır nə vaxt tədbir görüləcək, nə vaxt onlara əl yetiriləcək, kömək olunacaq. Mənim şikayətim odur, mənim balalarımın evi çayın qırağındadır, qurban olum. Nəinki mənim balalarımın timsalında olanlar var, o yüz bu yüz hamımız qorxulu vəziyyətdəyik. Bu gecənin bir aləmi gəldi, ya uşaq oynayır, bir topçun gəldi, getdi, düşdü top dalıca getdi, uşağım da uçuruma gedir burada. Aparıb qaya nə hündüründə qalıb, o yandan da uşağımın evini aparıb, nə qədər bağın, bağçasın, balaca oğlumun tövləsin, tayasın, hinini, hamısını aparıb bala. Axırda məcbur oldu ki, uşağın bini atıb ev yeri eləsin özü üçün. Orada mallarını bağlayır bala, başuza dönüm. Bax, mal o atasınındır. O da kömək elədi ona, dedi balalarım üçün saxlayıram bu mal heyvanı. Bax, apardı hamısını bala. Bağı, bağçanı, bax, durub ağacın qiymətini götürsən bala, qurban olsun xala sənə. Bir 2000-3000 qiyməti vardı onun ağaclarının. Hamısını apardı, tövləsin. Sel apardı da? Sel apardı hamısını, sel apardı bala. Bax, indi bir əncam eləmirlər, bir kanal kimi eləmirlər. Nə o yana yan dəksin, nə bu yana. Bax, eləmirlər, tədbir görmürlər. Sənə qurban olun bala. Bir tədbir əncam görün, bax bu işə. Sizdən xahiş edirik artıq dərəcədə. Məsələ ilə bağlı Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, hazırda çaylarda təmizləmə işləri aparılır. Qurumun məlumatına görə yaxın 15 gün ərzində sözü gedən problemli sahə tam təmizlənəcək və çayın axarını orta hissəsinə yönləndirilməsi təmin ediləcək. Sakinlər isə bildirib ki, illərdir davam edən təhlükə qarşısında yalnız qısa müddətli tədbirlərlə problemin təm həll olunacağına inam azdır. Onların sözlərinə görə çayın sahillərinin möhkəmləndirilməsi, bəndləmə işlərinin aparılması və uzunmüddətli mühəndis tədbirləri görülməsi bu cür fəsadları hər il təkrarlayacaq. Emin Kərimov, Tərlan Miridov, SSTV Xəbər, Şabran.